Ülviyə yaxşı övladdır. Sakit, yerini bilən, heç kimlə işi olmayan biridir. Yaxşı uşaqlıq keçirib, həmişə əlində mikrofon oxuyurdu. Onun bir dərdləşdiyi mənəm. Ülviyənin aktrisa olmasını arzulamamışıq. Bu sahəyə gəlməsinə məndən başqa hamı narazı olub. Yoldaşım etiraz edirdi. Çox əzab-əziyyətimiz olub. Zülmlə işə gedib gəlirdi. Bu sözləri aktrisa Ülviyə Xəlilbəylinin anası Rəsmiyə Xəlilbəyli o üz verilişində deyib. O, qızının aktrisalıq fəaliyyətindən danışıb. O qədər söz-söhbətlər danışırdılar ki, insan haqqında olmayanlar danışırlar. Ülviyə bizim başımızı aşağı salan nəsə etməyib. Yuxusuz gecələrim olub. Ülviyədən çox mən əziyyət çəkmişəm ki, Ülviyə haqqında niyə bunu danışırlar? Ona çox böyük haqsızlıqlar olub. Rəsmiyə Xəlilbəyli qızının ailə həyatından danışarkən göz yaşlarını saxlaya bilməyib. O, ailə quranda çox əziyyət çəkdim. Ona səbr diləmişəm. Hər gün yaxşı olmaq diləyi ilə oyanırdım. Deyirdim, bugün keçər, sabah yaxşı olar. Nə qədər canımızda can var, atası da, mən də, bacısı da, qardaşı da ona dayağıq. Qeyd edək ki, Ülviyə aktyor Murad İsmayılla ailə qurub və bir müddət əvvəl boşanıb. Onun bu nikahdan 2 övladı var.